İzahlı test 4-cü hissə 5-ci sinif ingilis dili. Siz burada videonu dayandırıb doğru cavabları tapa bilərsiniz. 7, 8, 9-u izah etməyə çalışırıq. 10-cu sualı şərtlərdə cavabını yazarsınız. 7-ci sual choose the correct modalı və düzgün modalı feili seçin. Can modal feili haqqındadır. Can modal feili bacarmaq, bilmək mənasını verir. You sing this song? Yes, I. B bəndinə baxırıq. Can you sing this song? Yes, I can't. Yes, I can't demək səhvdir. No, I can't deyəsən. C bəndində can't you sing this song? Can't to. Yes, I can't to. Can'dan sonra to hissəciyi işlənmir. C bəndi səhvdir. D bəndində can you sing this song? Yes, I can't. Yes, I can't demək səhvdir. A bəndi doğru cavabdır. Can you sing this song? Sən bu mahnını oxumağı bacarırsanmı? Yes, I can. Bəli. 8-ci sual. Choose the correct preposition for each sentence. Hər cümlə üçün doğru sözünü seçmək lazımdır. My sister usually goes to school foot. Mənim bacım adətən məktəbə ayaqla gedir. Yəni piyada gedir. Piyada getmək 10 foot olur. 10 foot. She never goes on bus. O avtobusla getmir. Və 2 doğru cavabdır. 9-cu sual. Choose the correct variant. I write on the blackboard. Mən lövhədə yazıram. Nə yazıram lövhədə? Bir new words. I write new words on the blackboard. Mən lövhədə yeni sözlər yazıram. I write Anne's photo. Mən Anne'nin şəklini lövhədə yazıram. 2 səhvdir. 3-cü cavab I write sentences on the blackboard. Mən lövhədə cümlələri yazıram. 3 də doğrudur. 4-cü cavab English CDs. I write English CDs on the blackboard. Mən İngilis dili CD-lərini lövhədə yazıram. Bu da səhvdir. 1 ilə 3 düzdür. New words, sentences. 10-cu sualda şərtdə cavabını yazarsınız.